İmam Zeynal Abidin əleyhissalam xüsusilə belə evlərdə qurulan mərasimə çox xoş gəlirdi, dua eləyirdi. Məscidlərdə də mərasim olub, Hüseyniyyələrdə mərasim olub. O dövrün şəraitinə uyğun olaraq evlərdəki bu qurulan mərasimlərə ağalar çox diqqət eləyiblər. Gördülər, ağa gəlir, roza məclisi idi, belə ehsan məclisi idi. Gördülər, bir şəxs ayaqqabıları cütləyir, ayaqqabıları belə cütləyir. Dedilər, görəsən bu kimdir? Qaranlıqda ayaqqabıları sahmana salır. Gəldilər, baxdılar, gördülər, İmam Zeynal Abidin əleyhissalamdır. Öz qonaqlarının ayaqqabılarını cütləyir. Ev İmam Zeynal Abidin əleyhissalamın evi deyildi ya, ev başqasının evi idi. Həzrət də orada dəvətçi idi. Yəni, sonra Həzrət bunlara dedi ki, biz o evlərdə qurulan mərasimləri çox istəyirik. O ev ki, Əhl-i Beyt süfrəsi açıb, o ev ki, Əhl-i Beyt eşqində bir süfrə açıb, bizim ora diqqətimiz var. Diqqətimiz o evə. Xüsusilə əzizlər, şərait fərq eləyəndə onun əfsəliyyəti də artır. O dövrdə belə mərasimləri qurmaq çətin idi. Ona görə İmam Həzrət xüsusilə buyurdu. Belə məntəqələrdə də təbii ki, belə mərasimləri qurmaq müəyyən həddə çətinliyi vardır. Amma sizlər bu mərasimi, məsələn, bu evdə qurulubsa, bunu bilin ki, Həzrətin bu gün, bu həyətə, bu qapıya xüsusi diqqəti var. Salavat deyək Peyğəmbər alı, Peyğəmbər alı. Allahümmə səlli ala Muhammed, Ali Muhammed, Həzrət Peyğəmbər buyurdu, mən bir neçə dəstəyə zaminəm, biri budur ki, Əhl-i Beytimə kömək eləyə. İkinci dəstə budur ki, mənim Əhl-i Beytimi sevə, Əhl-i Beytimin aşıqı ola. Əhl-i Beytimin aşıqlərinə, Əhl-i Beytimin muhiblərinə mən qiyamətin günü zaminəm. Peyğəmbər buyurur, onlar ki, Əhl-i Beyt məhəbbətçisidir, Əhl-i Beyt aşıqləridir, mən onun zaminiyəm. Amma hansı məhəbbət, əzizlər? Peyğəmbər buyurur ki, Allah Taala istəsə bir nəfərə dünya və axirət xeyrin versin, onun qəlbində Əhl-i Beyt məhəbbətin əkər. Onun qəlbində Əhl-i Beyt məhəbbətin yaradar. Bu ruzu verər ona Əhl-i Beyt məhəbbətin. Hüseyn məhəbbətin o şəxsə ruzu verər. Məhəbbət bəzən dildədir. Bu məhəbbətin ilkin mərhələsidir, əzizlər. Amma bəzi məhəbbət vardır ki, o əməldədir. Həm dildədir, həm əməldədir. Bugün Kərbəla çölündə elə şəxslər oldular ki, məhəbbətlərin həm qəlbdə, həm əməldə sübut elədilər, göstərdilər. Amma o Kərbəla çölündə elə şəxslər var idi ki, qəlblərində deyil, fəqət yalnız dillərində o məhəbbəti demişdilər. Onlar kimlər idi? Onlar Kufəlilər idi. Kufəlilər imamı çağırdılar, dedilər, biz sənə aşıqıq, biz sənə məhəbbətimiz var. Gəl, qiyam elə, biz sənin ətrafında toplaşmışıq. Amma İmam Hüseyn əleyhissalam gəldi, bunlar İmam Hüseyn əleyhissalamın çoxu ətrafından qaçdılar. Nəinki ətrafından qaçdılar, əzizlər, onlar İmam Hüseyn əleyhissalamın qatili də oldular. Biz belə məhəbbəti tərvic eləməyək. Necə əlhəmdülillah dilimizdə ya Hüseyn deyirik, belə əməlimizdə də Hüseyn aşiqləri olmağımızı sübut eləyək. O şəxslərdən biri Həbib ibn Məzahir idi. Həm qəlbində məhəbbəti var idi, həm dilində məhəbbəti var idi. Bunlar ikisi bir-birini bağlayırdı. Həbib ibn Məzahir, necə məsələn buranı deyirik, bir ucqar bir kətdi, Kufə də belə bir məntəqə idi. Ucqar bir yer idi, şəhər idi təbii ki. O şəhərdən çıxmaq, imamına qoşulmaq, imamın köməyinə getmək çətin idi. İbn Ziyadın qoşunu icazə vermirdi. İcazə vermirdi imam gəlsinlər imamına kömək eləsinlər.
Bu Həbib ibn Məzahir neçə gün, demək Kərbəla ilə Küfənin arası elə bir məsafə deyil. Yazırlar 3 gün bu yolu qət eləyir, gedir, gecələr seyr eləyir, səfərə çıxır, gündüzlər gizlənir, yatır. Niyə? Niyə? Çünki o ağıya həm qəlbində eşqi var, həm dilində eşqi var. İmamının yolunda o məsafələri qət elədi. O məsafələri qət elədi, gəldi Kərbəla çölünə çıxdı. Kərbəla çölündə imamına kömək elədi. Onlardan biri, məsələn, Müslüm ibn Usəcədir. Müslüm ibn Usəcə yaşlı bir kişi idi. 70'e yaxın yaşı var idi. Gəlib İmam Hüseyn əleyhissalama kömək eləmək çox çətin idi. Bu nə elədi? Ömər Sədin qoşununa dedi, məlğun Ömər Sədin düşmən qoşununa dedi, mən sizdənəm. Qoşuldu bu qoşuna, gəldi. Gəldi, o şəhəri çıxdı, gəlib Kərbəlaya çatanda, imamın yanına çatanda dedi, mən imamlanam. Nafi ibn Hilal yaşlı bir şəxs idi, o da belə elədi. Yəni İmam Hüseyn əleyhissalamın aşiqi həm əməldə aşiqdir, həm dildə. İmam Hüseyn əleyhissalamın aşiqi İmam Hüseyn əleyhissalamın getdiyi əməlləri də gərək özündə toplasın, icra eləsin, yerinə yetirsin inşallah. O əməllərdən biri İmam Hüseyn əleyhissalamın əzizlər, ibadətidir, itaətidir, Allaha olan eşqidir, məhəbbətidir. Gərək belə mərasimlər İmam Hüseyn əleyhissalama olan məhəbbətimiz bizi İmam Hüseynə oxşatsın. İmam Hüseyn əleyhissalamın əməllərini oxşatsın. O əməllərdən biri Allaha itaət eləməkdir, Allaha ibadət eləməkdir. Çalışaq inşallah əməlimizdə, rəftarımızda bu ağaya oxşayanlardan olar. Peyğəmbər ali Peyğəmbərə salavat deyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah Teala bizi həmişə Əhl-i Beyt aşiqlərindən qərar versin. Amin. Allah bizi həmişə Hüseyn aşiqlərindən qərar versin. Amin. Bugün Şam-ı qəribandır. Nə gözəl bir gecədir, nə gözəl bir vaxtdır və bu həyətdə də toplaşmışıq. Nə gözəl bir zamandır, nə gözəl bir məkandır, biz bu həyətdə toplaşmışıq inşallah. Mən səslə deyil, elə kəlmə ilə Həzrəti Zeynəb Salamullah əleyhanın məqamından danışacağım. Hardan idi şu? Salavat deyək Peyğəmbər. Allahümme salli ala Muhammed ali Muhammed. Məclisdən sonra deyəcəm. İhtiyac yok, yavaş yapmayacağım. Həzrəti Zeynəb Salamullah əleyha Həzrəti İmam Hüseyn əleyhissalamın bacısıdır. Bu gecə onun məzlumiyyətindən biri budur ki, xanım ancaq Hüseynin vay, Hüseynin vay deyibdi. Ancaq Hüseynin vay, Hüseynin vay deyibdi. Elə biz də o xanımın dilindən Hüseynin vay, Hüseynin vay deyək və sinə vuraq oturduğumuz yerdə. Alo. Yaraların axır qanı Hüseynin vay, Hüseynin vay. Yaraların axır qanı Hüseynim vay, Hüseynim vay. Eder gölnar meydanı Hüseynim vay, Hüseynim vay. Eder gölnar meydanı uzak Hüseynim vay, Hüseynim vay. Bacın qurban başın hani Hüseynim vay, Hüseynim vay. Bacın qurban başın hani Hüseynim vay, Hüseynim vay. Gülüstanda açıb güllər Hüseynim vay, Hüseynim vay. Gəlib avazə bülbüllər Hüseynim vay,
Hüseyin'im vay. Gelir avaza bülbüller, Hüseyin'im vay, Hüseyin'im vay. eder nohe yanan diller, Hüseyin'im vay, Hüseyin'im vay. eder nohe yanan diller. Hüseyin'im vay, Hüseyin'im vay. Sünün üstte yarın soktur, Hüseyin'im vay, Hüseyin'im vay. tamamını zevi oktur, Hüseyin'im vay, Hüseyin'im vay. tamamını zevi oktur. Hüseyin'im vay, Hüseyin'im vay. Öpem bu seyri yoktur. Hüseyin'im vay, Hüseyin'im vay. Hüseyin'im vay, Hüseyin'im vay. Susu özelde ölen kardeş uzak. Hüseyin'im vay, Hüseyin'im vay. Yaralı can veren kardeş. Hüseyin'im vay, Hüseyin'im vay. Yaralı can veren kardeş. Hüseyin'im vay, Hüseyin'im vay. Hani ol pirahen kardeş. Hüseyin'im vay, Hüseyin'im vay. Cereş kan ağlasın Zeynep. Hüseyin'im vay, Hüseyin'im vay. Cereş kan ağlasın Zeynep. Hüseyin'im vay, Hüseyin'im vay. Cahani dağlasın Zeynep. Hüseyin'im vay, Hüseyin'im vay. Cahani dağlasın Zeynep. Hüseyin'im vay, Hüseyin'im vay. Sana yasaklasın Zeynep. Hüseyin'im vay, Hüseyin'im vay. Sana yasaklasın Zeynep. Hüseyin'im vay, Hüseyin'im vay. Basın ölsün buna aldı. Hüseyin'im vay, Hüseyin'im vay. Arada peykerim kaldı. Hüseyin'im var, Hüseyin'im var. Arada peykerim kaldı. Hüseyin'im var, Hüseyin'im var. Beni çölden çöle saldı. Hüseyin'im var, Hüseyin'im var. Beni çölden çöle saldı. Hüseyin'im var, Hüseyin'im var. Kalıpdır beyşerin kardeş. Hüseyin'im var, Hüseyin'im var. Kalıpdır peyşerin yerde. Hüseyin'im var, Hüseyin'im var. Çekim dugan yara kardeş. Hüseyin'im vay, Hüseyin'im vay. Hüseyin'im vay, Hüseyin'im vay. Hüseyin'im vay, Hüseyin'im vay. Hüseyin'im vay, Hüseyin'im vay. Hüseyin'im var, Hüseyin'im var. Hüseyin'im var, Hüseyin'im var. Allah kabul etsin. Allah kabul etsin. Birisi oku aşağı, birisi. Ladna, bir buraya yani demek istedim ki namazında olacak bizde. Yani Bəli, bəli. çünkü hanımlar da eziyet çekirler, onlar da kulak asmalar Bəli, bəli. İnşallah onsuz deyib namazdan sonra Burada bir tane deyiləcək. perde Bəli, yarıyor. mərasimimiz davam edir. Hələ azana qədər deyirlər, azandan sonra yenə deyəcəklər. Mərsiyə çoxdur, 4 dənə kitab var. Nə narahatsan? Yani Namazı ne kadar var? Allah siz 20 saat Şimdi 02'di. Hələ 10 dəqiqə var. Az 10 dəqiqə var, bir dənə deyim. Yok sen de. Hazır sen de orada. Hazır sürmez. Ben namaz. niyyət edir. Rozda yağıştı. Ha, yağış gelir. Ha. Hazır sen de. durun indi bak onu çekin. Ona bakın yağış gelir. Ha. Sahipçiler yandı diyorum ki buna.
Salat korkurlar ki harice derler. Salat diyor. Bizim şey yok, bize yok. Allah yeter. Allah verip, bunu Allah Teala verip, prostan Sen sarsın diye. Kerbalar Sulkay, biz sen oradan kaynar Kaynar su, suya da. kaynar su, kaynar su. Gel inşallah oturun, Mehdi. oturun diye Merсед'e. Birimiz orada, birimiz burada. Kerbala Azer. Gel oturun, C'ye bakma onu. Allah yaksa yağdırıp yağdırmasa elhamdülillah. Yaksa da elhamdülillah. Evet, gel. Narahat olma. Siyasetinden narahat Ay yok, olma. yok, yok. Buna yağışacağına kimi inşallah bitsin bile. İhtiyaç yoktu, yakışır. Siz de istəyirik, siz tələsməyəsiniz. Yok. Özünüz çok narahat özünüz. Ayanda kaldım, Gelin. yaralı terlan. Ayanda kaldım, yaralı terlan. Aziz-i madar, nigar-ı mesler. Aziz-i madar, nigar-ı mesler. Amandı oğlum, rübab-ı sesli, fezan döndü, bahar-ı mesfer. Amandı oğlum, rübab-ı sesli, fezan döndü, bahar-ı mesfer. Ayanda kaldım, yaralı terlan. Ayağında kaldım. Aziz madem, aziz madem, nigar mesler. Aziz madem, nigar-ı mesler, amandı oğlum, rübab sesli, hazana döndü, bahar mesler. Amandı oğlum, rübab sesli, hazana döndü, bahar mesler. Ferhatın üstte, sen değiller. Gece matem, ağar gözümden. Eğer gözüpsen, sen üzün olmam. Mükədder olma, benim sözümden. Elim boş idi, südüm yok idi. Özüm bu zani, celal özümden. İnan elitan, günüm karadı. Yoxundu sensiz, kararım esmer. İnan elitan, günüm karadı. Yoxundu sensiz, kararım esmer. Ayanda kaldım, yaralı terlan. Maşallah. Ayağında qaldı, yaralı tərlan. Aziz-i madem, nigar-ı mesler. Əzizim madəm, yaralı əskər. Aman bir oğlum, rübab sesli, xəzanə döndü, bahar-ı mesler. Aman bir oğlum, rübab sesli, Xəzana döndü, baharı məskər. benim sitarem, Latıb durgana. Sitara eşkün, töker üzara. Döküldü göyden, yere şerara. Baban koyanda, seni mezara. Susuz kanalim, güzel adımdan. Nişane kaldı, başımda kara. Bu kanlı çölde, böyleydi ey can.
Bu qanlı çöldə oleydi ey kaş sənin yanında məzarı məsfər hayanda qaldı yaralı Kərvan Yanda kaldı Maşallah. yaralı Kərbalada deyəsən. Kərvan. Əzizim Adəm Carı məsfər Azizim Adem Nigarı məskər Amandı oğlum Rübabə səsdir Xəzanə döndü Baharı məskər Bir də amandı oğlum Rübabə səsdir Rıbaba səsdir Xəzanə döndü Baharı məskər Rıbaba məskər Fəratın üstə Səndə yerlər Vur Rıbaba Fəratın üstə Səndə yerlər Çeçim altam Ağar gözümdən Əgər küsübsən Mən üzün olam Mükəddər olma Mənim sözümdən Əlim boş idi Südüm yox idi Özüm bu cani Kəmal özündən İnan Əli can Günüm qaradı Yoxumdu sənsiz Qərarı məsxər İnan Əli can Günüm qaradı Yoxumdu sənsiz Qərarı məsxər Hayanda qaldım Yaralı Kərvan Ay maşallah Ayanda kaldım yaralı Kərvan. Əzizim Adəm Nigarın əskər Əzizim Adəm Nigarın əskər Amandı oğlum Rübabə səs ver Xəzanə döndü Baharı məsfər Amandı oğlum Rübabə səs ver Xəzanə döndü Baharı məsfər Bilmə Mənim sitarəm Batıb duqana Sitarə əşkün Tökər üzara Döküldü göydən Yerə şərarə Baban qoyanda Səni məzara Susuz qənarim Gözəl adından Nişanə qaldı Başımda qara O qanlı çöldə Qalıydı ey kaş Sənin yanında Mənim məzarim Bu qanlı çöldə Oleydi ey kaş Sənin yanında Məzarı məskər Hayanda qaldım Yaralı Kərvan Hayanda qaldım Yaralı Kərvan Əzizim Adəm Nigarı məsfər Əzizim Adəm Nigarı məsfər Amandı oğlum Rübabə səs ver Xəzanə döndü Baharı məsfər Amandı oğlum Rübabə səs ver Xəzanə döndü Baharı məsfər Şöyle bir aynen Elə Mərsiyə dedi ki, bulutlar dağlaşdı. Ha. Ya burada ya Vurmiyankaya. Sen yağı veririz ya. Hava yağmış ya. Ay gar ya. Hava yağmış. Ne bu?
namaz vaxtında gedək. Kakras, şah, namaz vaxtıdır. Kakras namaz qılarlar. Orada düzəldirək də. Ustalar